Uşaqlar, bu günləri aldehid bölməsindən bir neçə testin izahına baxaq. Demək, deyir, doymuş aldehidin 2,24 litr hidrogen reaksiyasından 6 qram spirt alınıb. Bu aldehidin molekulunda neçə karbon atomu var? Demək, əvvəlcə baxırıq ki, 2,24 litr hidrogeni özünə birləşdirəndə 6 qram spirt alınıb. Biz də bilirik ki, aldehidlər özlərinə 1 mol hidrogen birləşdirir. Yəni 1 mol hidrogen 22,4 litr hidrogen birləşdirir. Yəni reaksiyamız belə idi da. Yəni aldehid üzərinə hidrogen birləşdirirdi, alınırdı. Demək, CH2OH. Yəni bu şəkildə nə alınırdı? Spirt alınırdı. Və 1 mol aldehid özünə 1 mol hidrogen birləşdirir. Yəni 22,4 litr hidrogen birləşdirir. Ona tənasübümüz belə olar. Əgər 22,4 litr hidrogen birləşdirəndə spirtin kütləsi olacaq x, onda 2,24 litr birləşdirəndə özü deyir ki, spirtin kütləsi 6 qram imiş və buradan da spirtimizin kütləsi olacaq 60 qram. Və biz də bilirik ki, aldehiddən spirt əmələ gələndə orada artan hidrogenin sayı olur. Karbonun sayı aldehiddə neçə imişsə, demək, spirtdə də o qədər olur karbonun sayı. Yəni biz burada spirtin aldığımız kütləsinə görə, yəni 14M plus 18 bərabər eləsək 60-a, eni buradan tapacaq 3 və eni buradan 3 tapırıq və burada demək, bu aldehidin də 3 karbonu var imiş. Yəni spirtin 3 karbonu varsa da demək, aldehidin neçə karbonu var imiş? 3 karbonu var imiş.